Bundan sonra həqiqətən kimsə mənə desə ki, almanlar kobuddur, belədir, elədir desə, qabaqlarında məni görərlər. Yəni və o qədər razı deyiləm ki, bu fikirlə. Bu arada kobudluq anlayışı fərqlidir. Yəni biz necədir? Buradakılar hər şey sizin o qədər üzünüzə deyir ki, ona görə siz onu kobudluq kimi başa düşürsünüz. Amma sadəcə yəni birbaşa üzünə deyirlər, arxanca danışmırlar, birbaşa üzüvə deyirlər. Və sən onların nə demək istədiyini başa düşmürsən. Bu adam biraz narahat eləyir. Amma yenə də həqiqətən kobud deyirlər. Yəni mən bunu hər yerdə demək istəyirəm. Çünki mən burada həqiqətən belə bu cür baxıb sonradan gülən, mən ən çox məsələn mənə ən çox iltifat, kompliment edən insanlar almanlardır. Yəni daha çox belə məsələn mən deyim ki, avtobusda oturanda həmişə yaşlı insanlarla baxıb belə yəni bir-birimizə baxıb gülmüşük, eləmişik. Ona görə qəbul eləmirəm başqa cür deyilən şeyi. Bu arada elə bir situasiya ola bilərmi? Ola bilər. Mən də yaşamışam, amma bu yəni Azərbaycanda yoxdur, Azərbaycanda da var. Bu Türkiyədə yoxdur, bu Türkiyədə də var. İnsandan insana dəyişir, amma belə genel olarak demək biraz səhvdir. Çünki baxır siz nə cür baxırsınız. Məsələn mən burada özümü bu insan kalitesi mövzusunda daha yaxşı hiss edirəm, nə yalan deyim. Mənə çətinlik verən şeylər başqa şeylərdir.